بسم الله الرحمن الرحیم. الحمد لله من اول الدنیا الى فنائها و من الاخرة الى بقائها والصلاة والسلام على نیر الاعظم العبد المؤید والرسول المسدد المصطفى الامجد المحمود الاحمد ابا الزهراء ابي القاسم المصطفى محمد وعلى أهل بيته الطيبين الطاهرين المعصومين المنتجبين واللعن الدائم على أعدائهم أجمعين. قال مولانا علي بن أبي طالب: اللهم إني أسألك الأمان يوم لا ينفع المال ولا بنون. İnsanın ömrü çok az ve məhdud bir ömrü var. İnsana Allah bir ömrü məhdud verib və buyurub bu ömrün sənin sərmayöndir, düzəməlli bundan istifadə elə. Pəs bu ömrümüz bizim çox azdır, çox naçizdir. Dər müqabili tul sali ki insan öləndən qalacaq topraqların altında taruz qiyamət, insanın ömrü bunun müqabilində çox məhdud və az və naçizdir. Bir nəfər deyər, bir nəfər 80 il ömr eləyir, 70 il ömr eləyir. Sən buna deysən az ömrüdür. Biz 80 il ömrü, səxfin tutaq 80 il. 80 il bir nəfər ömr eləsən, bunun icazə özündən yarısın yatıbdır. Yarısı gecə idi ömrünün. 40 ilin yatıb bunun. Qaldı bunun 40 ili. 40 ilində 7-8 ilin uşağıdır bu dünya ilə dərdi, mükəlləf olmamışdı, kuş uçurdurdu, orada burada havasıydı, bu dünya ilə dərdi. Bunun qalar 80 il ömrün, müfid ömrü qalar 32 il. İnsan pəs bu 32 il çox azdır dər müqabili tul sali ki insan yatacaq topraqların altında. Rəhmətlik Mün'im Ərdəbili deyər, yatarsan onda 100 min il gedəndə topraq altına. Mün'im Ərdəbili 100 min il yazıb, şayət milyonha sal henüz qiyamət olmadı, qaldıq topraqların altında. Allah buyurur, bəşər sənə bu ömrü vermişəm, bu ömründən düz istifadə elə. Vaxti برای بازی گوشی qoymamışıq bu ömrüdə. Vaxti برای لغو و ləhəb yoxdur bu ömrüdə. Ömrünün 10 ilini ehtiyatda sovasan, 10 ilin gəlib tərcidəsən, gündə sənə cəşni təvəllüd tutala. Ağa bu ömrü bir şey dərsən, əsbab bazı kimin bunun başına oyun gətirirsən. Bu ömründən düzəməlli istifadə elə. Allah Teala Qur'anda 20 dənə ad sayır qiyamətə, buyurur bir zaman gələcək, dədə baladan qaçacaq, qardaş qardaşdan qaçacaq, ağa xanımdan qaçacaq, mərdum bir-birindən fərar olacaqlər. Əl-qari'atu məl-qari'ə və ma ədrakə məl-qari'ə. Hamı burada Qur'an oxuyandılar. Əksərən əsatid buzurgəvar, məxsusən bu günlərin bir beynəlminəli qari, Acay Nasiri Əziz, səfalı oxuyub mərdumda kef eləyiblər. Baba, insan, bu Qur'an Allah insanla Qur'anda danışır. Vaxtı Qur'an oxuyursan, qəlbin aramış tapır, eşitməyi də səfalıdır. Əslən adama bir ayrı ləzzəti var. Əl-qari'atu məl-qari'ə və ma ədrakə məl-qari'ə yevmə yəkunun nas kəl-fərəşil məbsus. Allah insanların avara qalmağın qiyamətdə oxşadır pərvaniyə. Baxın bura, quşbazları görübsünüz. Kəftərbaz bir 50-60 dənə quş uçurdur gövə. Görürsən bunlar hamısı dər məsir-i müşəxxəs dolanırlar. Ya beləsinə, ya beləsinə. Hamısı bir məsirdə. Göydə qazdır, ördəkdir. Ənva əqsam o muhacir pərəndələr. Gedəndə münəzzəm uçallar hamısı. Amma tənha pərəndə və tənha pərvaz konəndə ki dərhəm uçar, bunlar pərvanə, biz kəpənək deyərik. Sən geçsən əgər bir yerdə 10 dənə pərvanə görsən, biri gedir gövə, biri yerə, biri bu tərəfə, biri o tərəfə, bir dəri uçur. Allah qiyamət günü mərdumun avara qalmağın, mərdumun heyran qalmağın oxşadır pərvaniyə ki, mərdum bilməyəcəklə hara gedirlər.
Yevme yekunun nas kel ferâşil mebsus ve tekunul cibal kel ihnil menvuca. Dağlar atılmış pembe kimin nərm olacaqlar. İş buradadır bax. Fe amma men səqulet mevazinu. Buyurur her kim ömründən yaxşı istifadə eləyə. Her kim ömrünün xurucusu yaxşı ola. Ömründən səmərli istifadə eləyə. Fəhuvə fi işətin radiyə. Allah buyurur o qədər nemət verəcəyəm deyəcək Xudaya da bəsimdir. Neçə şey doymaz. Doymayanlardan biri otdur, ateş. Otun içine kirdəkan ağacına tasan metri 100.000 tümən yandırar. Kirbit çöpünde atasan yandırar. Demez ha edemem kirbit çöpünü ne inirəm. Ağa da bir belli otun içinde. Ot doymaz. Sirina pəzirdir. Doymayanlardan biri qarışqadır, murça. Bir ildən gələn ilə 2 buğday yeyib qutaranmaz. Ambarına baxsın 1000'dən özüne buğday yığıbdır. Doymayanlardan biri qork. Bir gəllə heyvanı içinəcə hamısını boğar öldürər. Doymayanlardan biri insandı. Görənməsən namazdan sonra bir nəfər əllərini götür Allah dərqaniyyədə Allah da bəsimdir ha da mənə iştat vermə. Kasıb dağlayır dövlətdir də. Varlı dağlayır varsız. Də mən nə gəlib mərdim ilə amma ağlaşırlar. Allah buyurur özüm insanı bu cür xəlq eləmişəm. Xuliqəl insan həlua. İnsanı doymayan xəlq eləyib Allah. Vəli buyurur hər kəsin əməlkardı yaxçıla o qədər neymət verəcəm deyəcək Xudaya da bəsimdir. Ve amma men xaffet mevazinu. Herkes geldi baba velkun ki azun dünya bergeçti. Allah da bizi korkudur. Kim o dünyadan gel baca? Kimi mücazat elip sidisin yollayıplar bu dünyaya? Hatta göre bir neferi dedi. Deyir dadaş inanırsan inan. İnanmamağın da hiç eseri yoktu Allah'ın hikmetinde. 1400 dənə ayə bu Qur'anda fəqət dər mordi qiyamət bizimlə danışır. Yek sevvimi Qur'an dər mordi qiyamətdir. İnanırsan inan, inanmısan da inanma. Vəli inanan inan, inanmayanın bir fərqi var. O adam ki bilir qiyamət var, xülasə qiyamətdə qəzavət var, qəzavət eləyən adildir, hökmündən fərar olmaz. Adam ki bu cür işləri bildi, bu dünyadan amadə gedər. Bilər də nə xəbər var, hesab kitab şudə. O adam ki inanmayıb o da inanacaqdır. Elə onu da Qur'an buyurur inanacaq. Ha vaxt inanacaq, bu biraz gec inanacaq. Bunun əfsus o kaş o vay mən kaş belə eləyəydim, kaş elə eləyəydim, bunlar da dərdə dəyməz. Buyurur Allah'ım Teala buyurur zamanı ki mərdumi qiyamət günü ağ kəfənlərlə qəbirlərdən çıxartdıq çölə, gözləri düşəndə ərəsat-ı məhşərə, yekseda deyəcəklə ya veylənə, mən bəəsənə min mərqədnə, hazə ma vədər rəhman, vay bərma, kim bizi bu qəbirlərdən çıxartdı çölə? Allah o günkü vədə vermişdim büyünümüş ha biz inanmazdıq. Peygamber de deyirdi bunlar ama biz qulaq asmırdıq. Xoş buyurur her kimin əməl kərdi zəif oldu fə ummuhu haviyə. Onun nənəsi cəhənnəm otudu. Uşaq ağlayan da görübsünüz. Uşağı hər alar 5 dəqiqə qucağında saxlar, görərsən o olmadı ver ayrısına. Ta nənənin qucağına yetişsə aramış tapar. Allah bir cəhənnəmin əhlində tacıq cəhənnəmin qucağına da özü bilər başlarına nə oyun gətirəcək. Və ma ədrakə mahiyyə. Ya Resulallah, sən ki əqli kollusan, dünyada bir nəfər ola, az həmiyə cavanı kollan tək ola, o da Peygamber Xudadır. Allah buyurur və ma ədrakə mahiyyə. Yəni az əqli bəşər çox fərətərdir bu. Otunan otun çox fərqi var da. Ot var şəmin otudur. Adam onun fitiləsini tutsa xamışlar. Amma bir ot da var ahən kəsilli ondan, hava qaz. Deyir üzcüm var əli aparır onun qabağına. Sümükləvi dəridər tökər yerə. Hələ deyir bax, nə qəd fərqi var bu iki otun? Danışməndan dünya. İstəyirlər bizə deyələr bu günün ha yaydadan bir saat altında qalanda adamın düz tər adam öldürür, xob? Hələ neçə milyon kilometr bizimlə fasiləsi var da bir bilistisi gəlir bizə. Danışməndan dünya istəyirlər deyələr bu günün nə qədər hərarəti var göydə. Deyirlər səthi xorşid 11,000 dərəcə santigrat hərarətidir. Mərkəzi xorşid 70 milyon dərəcə. Hələ deyirlər cəhənnəmin otu bu dünyanın otundan çəndin bar suzandı tərdi. Pəs ağamız Əli ibn Əbi Talib Əsədullahil qalib
نبع العظیم دنیا به مثل بحر بشر مزرعه کشت است بی حب علی کشتن این مزرعه زشت است بنوشته چنین بر در فردوس خداوند آن کس که علی دوست بود اهل بهشت است. امیر المؤمنین برده اللهم انی اسألک الامان یوم لا ینفع المال ولا بنون. Allah qorxuram bir gündən. Hansı gündən? Əli qorxmur ki. Mənə deyə Məkkədə yatısan xabı qəflət. Dedi oyan da. Oyan. Həzrət Əlinin nə günahı var nə də qorxur oradan. İstəyir bizə yol örgədə. Valla bu günlər qabaqdadır ha. Fikir eləməyəsən həmişə kefəhl olacaqsan, həmişə cavansan, həmişə bu dünyanı qəbzəliyib qalmalısan. Bir gün öləcəksən. Allah müteal burada heç kəs də ölümün əlindən qaçanmaz. Qul innəl mevtəl-ləzi təfirrunə min fə innəhu mulaqikum. Hara deyir qaçasız bu ölüm sizi yaxalayacaq. Allah dərgahında hazır edib hesab kitab istəyəcəklər. Əmir-i Möminən istəyir yol örgədə ki, ay bəşər, muvazib ola, qabaqda belə bir günlər var. Allah qorxuram o gündən ki, nə mənim uşaqlarım dadıma çatacaq, nə malım dərdimə dəyəcək. Təhcə biz deyərik bə, uşaqlar haqqı valideyn olarlar. Deyir aman daha, dədəyin xidmətində ol, nənəyin xidmətində ol, bunların sözün üstünə söz danışma, bunların qəlbin sırındırma, və la təqulləhuma of, bunların tərk edib qoyub çıxıb getmə, bunları nemidunəm çeşm intizar qoyma, yaxçı. Bu dədənin də boynunda bir vəzifələr var ya yox. Bəzi dədənənə fəqət uşağı dünyaya gətirməyin başarırlar. Ondan sonra deyirlər də Besahab Malikimin özü böyüyər də bu dünyada, yekə dünyada, yekələr özün. Yek, 2 dənə vəzifə, uşağın vəzifəsi dədənənən boynundadır. Yek, deyir uşağa bir düzəməlli ad intixab elə. Əcəq-vəcəq ad qoymanla uşaq bakilas olmaz. Birdən də ad tapanmır. Kilaşdan, tormuzdan, maşının əzasını istəyir qoy uşağın adını. Deyir Peyğəmbər dünyada bir dənə rəhbəri, bir dənə dindir. Niyə onun adını qoymuşsan uşağın üstünə? Tikrar olar. Deyəndə deyir yox ey qardaşımın qızının adı Zəhradır da biz qoyanmarıq. Elçidə almayın da olan düyündə var. Olan düyündə elçidə var, olan düyündə var, işte biz də almırıq. Çünki onların varlarıdır. Ben yolda müsabiqə veririk. Ben niyə bir-birimizin başımızı sındırırıq? Buyurur uşağa bir fərəsatda ad intixab elə. Ba məni, ba müsəmma. Yoxsa el ad qoyuram ki, heç kəsdə yoxdur. Baba o adın ki çox məsrəfi var, o yaxçıdır da. Yoxsa bir şeyə sən əl qoysan ki, heç kəsdə yoxdur. Məsələn fikir edirik, bunu adı qoymaqla mı bakilas olar? Yox. Yek adın düz intixab elə. Qiyamətdə Peyğəmbər budur, mərdimi adı ilə çağıracaqlar. Hər kimin adının mənisi olmasa utanacaqdır qiyamətdə. Uşağın özündən mühüm tərbiyyətidir. Uşağı ziddi qululu ilə ötür camiyə. Tərbiyyətində o qədər əhəmiyyət qail olur. Səhər çıxdı camiyə, 5 dəqiqənin içində motad eləyib salmasınlar xiyaban qırağına. Səhər gedib mavad furuş olmasın, oğru olmasın. Bunlar tərbiyyətin əsərindədir. Tərbiyyət elə, düz tərbiyyət elə. Vaqəən vəq qoy uşağa. Du uşağın yanında namaz qıl. Uşağın əlindən yapış, şəkkə bura kanuni fərhəngiyə apar, heyyətə apar, məscidə. Hərdəm uşaqlarıyla yığıl ödə bir ziyarət aşura oxu qoy, bilsin uşaq ki ödə bu işləri görərlər. Bəzi adamın uşağı əzbəs baxıb mahvar gəlir, görsən bir dənə dınq-dınq səsi gəlir, 2 yaşında qız fırıldadı vəsətdə. Elə onu görüb da ödə. Onu görüb ödə. Əgər görsəydin namaz qılırlar, Quran oxuyurlar, elə o işlərə baxacaqdı. Əvvəldən uşaq gərək düz tərbiyyət eləyəsən. Uşaq eynin nə haldır? Əvvəldə əydin, əyibsən, əymədin atacaq, yekəldi, istəyibsən əyəsən, sınacaqdı, qəydib üzvə qabaracaq. Buyurur uşağın 7 oldu, bunu təşviq elə, caizan qoy namaz qılmaq örgəşsin. 9 oldu, səy elə bunu sal yanıva özünlə ilzam elə qoy ibadətə ürəyi yatsın, əlaqə tapsın. İndidən gətir, bəzən biz gətiririk 10 sinlində uşağın əlinə 2 milyonluq quşu veririk. Deyirik mən məsələn kilasdır. Nə olsun məsələn? Bir nəfər vardı, uşağı dağlayanda bərank istəyirdi deyə biz pul darıq, deyədi verin uşaq biraz pul cırsın. Məsələn çox pul darıq, verin pul cırsın, qoy sakit olsun. Məsələn uşağın əlində 2 milyonluq quş olsa bu kilasdır.
Bir dənə 15 sinnin uşağın ayağının altında bir sifri maşın olsa fikir edirik biz buna xidmət eləmişik. Biz bunun qəbrin qazmışıq, özümüzün xəbərimiz yoxdur. Buyurur mənim Allah, qorxuram o gündən. Nə uşaqlarım dərdimə dəyəcək, nə malım. Malından bu dünyada istifadə elədim, pol vurdun axirətə batladın fəbəhəl murad. Əgər istifadə eləmədin, vərəsə dişlərin itildiblə. Qurban pay kimin elə söküb dağıdacaqlə bu malı. Yəni deyirsən ölmə endol. Axı bizlər ilk bəzən qahən çağırırlar iki şeydən də iki yerdə istifadə elər. Biri vəsiyyətdir, digəri hər kəs elə can üstü olsa vəsiyyət elər. Bir gün getmişdim bir nəfərə vəsiyyət yazam. 5-6 dənə qızdan zotdan yığılıb dövrəsinə birdən gördüm bunlar ağlaşdılar. Dedim nə oldu? Dədəm vəsiyyət yazır. Dedim andollallah mən Həzrət Əzrailin karmendizadı deyirəm canını almağa gəlməmişəm. Niyə ağlaşırsınız? Qoy malının təklifini roşən eləsin. Özdən malın təklifini o cür roşən eləməzlər ha. Filan həyatı oğlumun, bu maşın bu oğlumun. Deyirsən ölməyəndə ol. Bu da dilulları özləri bölüşdürərlər. Deyir bədbəx, o malının o 3-dən biri sənindir. Zəhmət çəkib pul qazanıbsan, 3-dən birin özüvə xəşlə. Məçidə verəcəksən, Hüseyniyə verəcəksən, namazın qəziyə gedib, orucu tutturmayıbsan, tutmayıbsan. Ax özün deyir, ta başarsan tutam. Özgə adama oruç namaz tutmanın da faydası olmayacaq. Eyni odur ki, bir nəfər gedir, çırağı dalda tutmuşuq. Qabaqda nə çolanı görür, nə quyunu görür. Özün çırağı aparmadın, çırağı daldan istədin. Bu dal gələn çırağının nə nuru, nə ziyası var. Öz əlində apar da. Ama bir nəfər deyir, bir nəfər heycələrdi mənim yanıma filanı. İcareyi oruçdan, namazdan yoxdur verəsən mənə. Biri ölür, qılmayıb, əlin qoyub cibinə, kefə baxıb dünyada, deyir, bekar tələbələr var qumda, verərsiz olar, qılallah, mən də qılanmadım, qıldırın. Bir nəfər hey gəlmiş malların yanına ki, haca, olsa mən xidmətin deyəm, ha, biləxir isticari oruçdan, namazdan, deyir, bir nəfər 2 ay oruç gətdi mənə. Deyir, buna zəh vırdım ki, filanı 2 ay oruç gəlib, 200 min tüməndə tərəf pul verib mənə. Gəl, bu 100 min tüməni 2 ay orucu tutandan sonra qutardın gələrsən bu 100 mini də alarsın. Deyir, aldı məndən getdi. Bir aydan sonra gəldi. Haca tuttum. Dedim, hələ 1 ay daxı. Sənə mən 2 ay oruç vermişəm. Dedi, haca saldım gecə günüzə tuttum qutardı. Elə öz gözgənin orucun gecə günüzə salar tutar ha. Fərasatın olsun deyir, öz bəxtində oruçları tut. Buyurur andol Allah'a bu malımız dərdimizə dəyməyəcək. Uşaqlarımız dərdimənməgən ki, ola fərasatı tərbiyyət elək. Buyurur Allahümmə inni əsəlükəl əman yevmə yəəzzəz zalimu ələ yədəy yəqul ya ləytəni təxəstümə ər-rəsul səbila. Deyir Allah, qorxuram o gündən. Mərdüm əlin qoyub ağzına dişləyib fəryad eləyəcəklər. Allah, kaş biz də bir imam peyğəmbər yoluna gidəydik. Nə gözəl olar baba, səhər tərəf görsən özdən paylanında girməyib, xanımın dən paylan geyib hol-huləkə yağına üz gözün yumayıb qaçır xiyabanda. Nə gəlib sənə? Deyir, qaçıram bahda səham satırlar. 5-10 dənə alam onlardan sud elər. Deyir, ahirətində səhamları bu kanundur ha, məsalcı Hüseyniyələrdir. Ələn burada sizin uşaqlarınız Qur'an örgəşirlər, bura nə qəd xəşləsən, baqiyat-ı salihatdir. Nə qəd bura xəş qoya bilsən, ahirəti və sərmaya quzarlıq eləysən. Buyurur, qiyamət günü bir iddə əllərin qoyub ağzına dişləyib, fəryad eləyəcəklər, Xudaya, kaş biz də bir imam peyğəmbər yoluna gediydik. Allah, kaş biz də bir xədəmatı dini veriydi. Olmadı, getmədik. Ya veyləni, vay bər mən. Bunlar hamısı arzudur ha. Qəbrin, qiyamətin arzuları heç biri təhəqqüq tapmayacaq. Ya veyləni, ləytəni ləməttəxiz fulanən xəlila. Deyəcək, vay bər mən. Ey kaş ba filanin refiq nemişodəm. Ey kaş filanin önə getməyəydim. Ey kaş filanini övmə getməyəydim. Cavan, hamının adam pesər xal olmaz. Hamının önə gedib girməz. Hamını götürüb adam önə gətirməz. Babədan kəm neşin ki həmrəh bəd gər to paki to ra pəlid کند آفتاب به این بزرگی را لکه ابر ناپدید کند. مواظب ol ki minən yoldaşlıq eləysən.
Onlar ki yoldaşdan kötək yeyiblər, ahirətləri də yanıb dünyaları da. Get zindanlara baş vur. Onlar ki bezehkar camiə olublar. Onlar ki becayin ki camiədə xədəmat verələr, zindəqanlıq düzəldələr, familə xidmət eləyələr, yatıb lumilələrin dalında. Niyə? Hamısından soruşsun deyərəm o nəzd rəfiqə bəd. Aman pis yoldaşdan. Aman naəhli yoldaşdan. O gün televizyonda caysəydi bir nəfəri görsədirdi, bir dənə film şəbəkəsi idi, bərnameyi be namı Birahe. Bu mahvarələrin o farsi zəban şəbəkələrə qoymuşdular. Bir nəfəri gətirmişlər, danışırdı orada. Deyirdi, mən özüm mütədəyyin, ömdə namazı əvvəli vaxt qılardıq. Qızım mühəccəbə, xanımım mühəccəbə, vurdu bir gün bir nəfər bizim dostlardan gəldi bizim ömümüzə. Baxdı, dedi, mahvarı darir. Dedim, yox. Dedi, ya da mallalara baxmaqdan elə bir doymayıbsan. Bax, gözlərin çıxsın. Dedi, nə var biz İran şəbəkələrində bir şey yoxdur ki? Neyniyim? Dedi, mən resiverdən boş qapdan aşına varım. Dedi, sən gətirib bir dənə bağlasın, elə pulun dindi verməsən, hər moğoldur. Andol Allaha, bizlər bax, düşmən təbliğidir qahən bu ruhaniyyətə zada ihanət eləməyimiz, məskər eləməyimiz. İndiyə kimin dini ruhaniyyət saxlayıb. Şəriət ruhaniyyətin təbliğ olmayaydı, din deyənlərin, şayət 5-i dəslən qələt çıxdı sudan. Nə olsun? İnsandır da, məsum ki deyil. Ayətullah Burucerdiyə gəldilər, dedilər, ağa, sənin tələbələrindən biri oğrudur. Mənim noxud lobiyam oğurluyub. Həzrət Ayətullah Burucerdi buyurdu, tələbə oğru olmaz. Dedi, niyə özüm tutmuşam oğurluq eləyəndə? Buyurdu, oğrudur gəlib tələbə olub. Bir dəst libasda bizdən oğurluyub o. Heç muğa tələbə oğru olmaz. Sən bir nəfəri tanımısan, bir can ki ona səlam verəsən, mətələ yatsan. Axı bir nəfər hara vurdu şəbəkədə, gördü malla danışır. Bağladı, dedi, dədəmi yandırıbla, bunlar əl çəhmir elə bu, antenimiz düşüb hovuzu elmiyyə, səət televizyon bağladı. O birisi dedi, elə baba sən xoş halı var, mən televizyonu bağlayandan da sonra mallağın üzünə baxaram. Dedi, necə? Dedi, dədəm malladı. Öyle hara geçsem mallağın üzünə baxaram. Buyurur, qiyamətdə bir deyəcək, Allah kaş filan ilə yoldaş olmayaydıq. Ama yaxçı yoldaş adamın elinden tutar götürər gətirər bura. Pis yoldaş baba deyəcək qəhvəxanaya gedə. Turabını mən görməyibsən. 2 gündür mən görəm, heç də istifadə eləyəməm. Gedə keyf oyanlardadır. Rəhmətli oğlu, yaxçı dostunla pis dostun Allah Kur'an'da misal verir. Buyurur, pis yoldaşlarla dost olanlar əllərin dişləyib fəryad eləyəcəklər, deyəcək Allah kaş filan ilə oturup durmayaydıq. İmam-ı Səccad abud İmam-ı Bağırı oğul 5 quruhuna rəftamət eləmə, övünə getmə, övvə gətimə. Bəzi adamdan Allah şahid adam yol yeriməkdən adama zərəl gələr. Bax, bir nəfər məvad furuş ola. Hesarəkin xiyavanlarının birində sən ondan bir 200 metr yol gedəsən. Görürsən, bəli, Kəlandərinin maşını acirkeşan döndü, durdu qabağızda. Sərbaza dedi, tüş onun ciblərini axtar. Çünki sabiqədardı. Axtardı, bəli. Deyir, mının da ciblərini axtar. Niyə? Çünki bu da onun yanındaydı. 5 qədəm yol gedib, o fəqət onunla. Bir dənə sifri sərbaz tamam adamın ciblərin hər nəmənəsini axtardı. Dən əsəri nəmənə rifaqət ba adəmi nabam. İmam-ı Səccad abud İmam Bağırı 5 quruhuna rəftamət eləmə. Yek, yalancılarla. Quruh-ı xalibəndə. Çopçular. Onlar ki, qeyri-həqiqi danışırlar. Yalandır da, bağlayır bir-birinin dibinə. Deyir, yalançadan fəinnəhu bəmənzələtəs sərab. Yalancı eyni sərab. Nə bizim şəhərimizə? Mən sərablıyam. Monta utubanda gedirsən, görsən yolun üzündə su durub. Gedirsən, görsən heç dad yoxdur, ona deyirlər sərab. Yalancı ilə o cürdür. Yaxını uzaq nişan verər, uzağı yaxın. İkinci quruhuna buyurdu rəftamət eləmə bihəy adamlarla. Axı bir günahkar var bahəyadır, bir günahkar var bihəya günahkardır. Tərəfin bax, qeyrət oruç tutmağı yoxdur. Alıb boynuna da, mən də qeyrət yoxumdur, tutmuram. Öydə yavaşca yeyir, çıxır eşiyə, vanumud eləyir, ay mərdim, mən ehtiram qailəmə orucam. Bir də var bihəyadır. Orucu yeyib,
Nuşabəniz alıb ağlına xiyavanda qurt bir nəfəzə getdi üstə. Tez siqara alışdırıb, malla çizində pülüyür mallağın üzünə. Deyir, dinsizin balası, mən axı vacib eləməmişəm ki, mənim üzümə pülüysən. Pülü Allahın üzünə bax. Sabah pis günə qoyar, deyərəm sənə. Biz qahən deyirik, ha, qahən bilmirik, ayolun, yoxçudur, nə hardan bizi Allah tutubdi. Səni Allah bilirsən, deyir, hardan tutubdi. Çünki Allahın ayına sən hürmət qail deyirsən. Gəlirsən Allahın ayında bir hürmət eləysən. İmam Hüseynə hürmət qail olmadın, xanım Zəhraya hürmət qail olmadın. Gəldin ruzi şəhadət İmam Cəfər Sadıq toy tuttun, sabah Allah bir fələc uşaq verdi, dedindi bir yol çək. Görürsən məhəllədə bir dənə 90 sinində qoca xanım dünyadan gedib, istəyirsən oğluva toy eləysən, bir kəllə qəndinə durur gedir filan. Allah nənəvə rəhmət eləsin, icazə versiniz bu oğlumuzun toyunu eləyə. O da deyir Allah mübarək eləsin, eybi yox. İmam Zamanın nənəsi sən mənim nənəmcək yoxdur da. Aşuranın səhəri bir dənə təranə salıb onu da məlunu haydənin səsi ilə verib yuxarıya. Dedim öz dədün dölçə bucur çaldırarsan. İmam Hüseyin dədüncək yoxdur. Sabah demə niyə bədbəxt oldu. Sabah demə mən dədavay cavan mərc oldu filanı ha. Niyə? Öz əməlini nəsəndə dünən gecə ərz elədim. İnnəlləhə la yuğayyirü ma biqavmin. Allah heç kimi pis günə qoymaz. Mənim əməllərim qədir mənim külüd olur öz gözümə. İmam Sadık abi hiç pərəndə-i geriftar nemi şəvət məgər anı ki unruz əz yadı xuda qafil şəvət, o gün giriftar olar. Əyağıva bir daş dəyir, əyağın qanıyır deyir, fikir eləm o daş bir xod dəydi sən əyağıva. O gün gör kimin qəlbin sındırıbsan, gör hansı iştibah eləyibsən. Babacan Allah bu dünyanı qərar verir biləxərə dar-ı mücazat, dar-ı mükafat-ı əməl, biz hər nə mənə əncam versək onun baztabı qədəcək özümüzə. Buyurur, bihəy adamla yoldaş olma. Görürsən yarı 4 litr əraq içib çəpiş kimi məliyir xiyavanda. Deyir, bundan oturup durma, ha bu bihəy adamdır. Səni satar bir loğmiyə, şayət kəmtər əz yek loğmi. Abırı da aparar, dədöyün də abırısını aparar, xanəvadöyün də, tayfonda onun şayət heç özün abırı mühüm olmuyor. Vəl deyir, özüysən qoşmuna. El adamla oturdu, sənə kilası var yesin. Dədöyün kilasına, dədəsinin kilası yesin. Məməyyəndən pəpəyyəni hamısı pasor bazdırlar. Deyir də sən nəyə qoşulursan onlara? Ha sənə nəmən örgədəcəklər olar? Qələtin yolunu örgələrdir. Axırı budur səni herfeyi qumarbaz elərlər. Səhər zində qanlığı tutuzarsan, hər nəmən övürarsan, get Allah tərəfinə. Ötür ömrüdə bu işlərə yel yoxdur ki adam dura əlləfçılığın dalı sıcaq gedə. Buyurdu, sevvamin quruhu ki rəfdə aməd eləməm. O adamlar ki pulların çox istəyirlər, adamı bəxil. Pulun çox, bəzi adamın ha, pulunu alasan canı çıxar. Allah Quranda budur, qarilərimiz buradadırlar da. Allah Quranda pul xəşləməyi can verməkdən qabaq yazıb. Pul xəşləmək can verməkdən çətindir. Pul xəşləmək can verməkdən çətindir. Yücahidunə fi səbilillah bi ənvalihim və ənfusihim. O tərəf getmişdi, Almandan getdi, bir benzi getdi, 500 milyon. Oğru da yatmışdı kəmində. Səhər yavaşca benzi işlətdi. Ha, biz İranlıların məğzi xəlafa yaman işləyir ha. Demə bu ziddi sirqət zat, diləfə uğra parallah. Televizyonda görsədirdi, yarı 2 dəqiqəyə, 30 saniyə per ayda açırdı, götürdü, çıxırdı, gedirdi. Hələ biz ki deyirik ziddi sirqətdir, nə mənədir? Ulan döşünə ziddi sirqət zat durmaz. Maşallah işlərində o qədər himmət o poştukarları var, yəni ha, benzi 2 dəqiqəyə açarlar. Benzi götdü, getdi, hər kişi çıxdı, benz də ağzı söz tutmadı, yavaşca yıxıldı, yerə ağzı əldi. Ədə zəhvır urjansında canı çıxar, anı qoydular urjansa, sürdülər bimarsa, yavaş-yavaş getdi komiya. Öldü, bəli, anı dəfn eləyirlər. Axı, bəzən də, baxın bura, bu mübaylilərimizin da və qovli ay danışmən, bu ahəngilər də etiqadatımıza yesin. Deyir, fərz kon Həzrəti Məhdi beto zahir gərdəd. İndi Həzrəti Məhdi gələ bura. Bura bu mübayillər bir yığın görüm başla dönüm. Mən onun gərək içinə baxam görüm, nə mən öz vardı. İstəyirik özümüzü islah eləyə, quşumuzdan başlayaq.
Quşimizi hər ataşqalı töhməyək. Tərəf deyir, dədəsi ölüb, qoyubla qəbrə, oğullar deyiblər, tuşunu tərpət qoy, malla təlqeyn oxusun. Malla başladı. İzâ ətâkəl mələkânil müqərribânü min indillâh təbārəkə və təâlâ və sə'aləvkən rəbbik. Oğlanın da xəbəri yox, tərpədir dədəsin. Deyir, mobaylı bunun bir qərəzırına çaldı qəbirdə. Dayım Allah təlqini ötürdü, mərdim təlqini ötürdülər, hərəb yanında yatdı yan yana ki, kişinin oyun başçılığına bax. Tərəfi qoyubla qəbrə, dədə oğul tərpədir, polisi sədə xurdeyi zəhvırdı ki, balam benzi tapdıq ha. Dedi, evi yıxısın o benzin, dədəm öldü da. Bəzi adamın pulunu alsın, canınla tez çıxar. Buyurur, bəxil adamla dost olma. Niyə? Deyir, çünki bəxil adam malın səndən çox istəyir. Dəqiqi nəvətdə ihsas eləsə, sənin onun malına niyazın var, deyəcəcəm, məni güzəşdi elə, mən də gələm verim. Deyir, bəxil adamla dostluq eləmə. Onun üstündə hesab açma yalandan. O səni tək qoyacaq. Əhməq adamla dost olma. Əhməq ardan bilinər əhməq. Deyir, istər sənə xeyri yetirə, istər zərər vurar sənə. 5-ci qrup ki, rəfdə amət eləmə, o adamlardır, dədənənələri ilə danışmırlar. Haqqı valideyndilər. Adam nə qədim almışını ağlıyor. Dədənənə razı olmasa Allah razı deyək. Hədis-i qudsidə Allah mütal buyur, əgər haqqı valideyn məni mülaqat eləyə bə əmal-ül ənbiya ləm əqbəluha min. Heç vaxt ondan qəbul eləməyəcəyəm. Niyə? Çünki dədənənə ondan razı deyirlər. Dədənənə bir ömür adamı izzətlə, bir ömür zəhmətlə böyüdürlər. Uşaq dər müqabili pedər madər namərd olur. Bunu qəbulçuluğuz var. Atca ki qocalır, bir dənə ağzının suyu tökülür, dədə qocadır da. Elə bu da bir gün sənin kimin, 100 kilo bir 50 götürürdü, atırdı göbək. Bir levada çarə yoxdur da, aparaq və xanəyə salimən. Deyir, həmin bu dədə bir seri səni demədi, aparın ayrı yerdə saxlayın, mənim yuxum gəlmir, gecələr çığırır bu. Həmin dədə nənədir. Gəldi Peyğəmbər Xuda məhzərinə, ərz elədi, ya Rəsulallah, abi qoca nənəm var, yapkardan düşüb ha. Özüm çörəyi çeynərəm ahistə, qoyaram ağzına, ondan sonra udarda, nə dişi var, nə çeyniyə bilir. Yerin əvəz elərəm, hamama parram, biləxərəm buna ta başaram, xidmət elərəm. Aya eləyə bilmişəm nənə dədəmin haqqını əda eləyəm, bu nənəmin haqqı əda olub? Peyğəmbərdir, xeyr. Ya Rəsulallah, niyə? Ağa, mənə süt verirdi, mən buna qəza verim. Yerim əvəzlirdi, yerin əvəzləm. Hamama barırdı, aparıram. O, bir nəyə qaldı? Həzrət fərmud bedo illət. Qəşəh cavan qulaq az, bedo illət. Deməsən, hə, biz eri Məkkəyə yolladım, bəsündü da. Deyir, nə qədər ömrün axırınaca Məkkəyə yollayasan, dalında dolandırasan, həqqındır. Heç moğa həqqın yoxdur, bunlara bir ehtiramlıq eləyəsən. Neçə dua ki, bu dünyada tez dərəcə icabətə cadar, bir dədənənən duası və nifrinidir. Adamı pis günə qoyar. Həzə buydu ki, illətə, 9 ay onun qarnında müstəcir olubsan. Heç sən onu bir gün də qarnında saxlayanmasan. Bir ayrı mevcud zində adamın qarnında olan adamın yuxusu gəlməz ki. Gör, nənə necə səni saxlayıb? Allah vaxtı səni verdi o nənəvə, nənən dedi Allah, yeriyə bilsəydi day ölməzdim. Yeridin, dedi Allah, danışsaydı görək səsi nəcürdür. Elə ki danışdın, dedi Allah, qoşulub həmsayan uşaqlarına bir qaçsaydı oyanmayan ölməzdim. Allah bir mədrəsiyə gedib gəlsəydi ölməzdim. Allah, bir toyun görsəydim, bunun dayarzım qalmadı dünyada. Deyir, bu nənənin əməlləri sənə arzuyu tuğlu ömr eləyib. Sən də ona xidmət elədikcən deyirsən, Allah navaq öləcək yaxam qutula. Deyir, bu illətə eləyənməsən haqqını əda eləyəsən. Bu illətə eləyənməsən haqqını əda eləyəsən. Çünki niyə? Mən özüm beyneh birin görmüşəm bu cür. Beş Zəhrayı Tehranda, həmin Bağır şəhridə. Bir dənə cavan oğlan gül çatanda maşın vurub, indi 5 ildir komadadır. Öydə saxlayır nənəsi. Bir gün mən getdim onun görüşünə, gördüm məsələn 20 kilo uzat qaldı, qutulubdur. Öz də ağzından su getmir, böyründən dəliblə bir şilənc qoyublar, nənəsi qaşığından su tökür ora.
Dedim ki, nəmə nədir, nə bu, nə iş görsən? Dedi, kəllə paçanı allam, suyun qoyaram, qəynər sübəcə, 2 saat çəkərəm, bunu qaşığından yavaş-yavaş tökərəm mişiləngə, deyərəm, ölməsin. Mən istədim bu nənəni bir imtihan edin, dedim, baba, qutarıb dayağı, nəsə qalıb. Dedi, acaba o cür demandol Allaha, hazıram, axər ömrümə kimi mən bunu bu cür yanımda saxlayam, tamının deyəm də nəfəsi gedir, gəlir, burada vardı oğlum. Amma uşaq necə? Behtərin uşaq ola, yaxçı uşaqlar deyirəm, ola pis uşaqlar, Allah onlara da tevfik versin. Görürsən, yaxçı uşaq ola, dədə 5-6 il yıxıla yorqan döşəyən nənə, da hamısı yavaş-yavaş yorulurlar. Deyil, Allah da üzünün örtüyün ver. Niyə da yorulmuşuq da, biz yorulmuşuq da, təhəmmülümüz yoxdur. Vəli dədənənə ayrı bir şeydirlər. Buyur adam ki, dədənən ilə danışmır, ondan sən də danışma. Onun önə sən də getmə. Nəyə gətirirsən onu öndə saxlaysan? Baba day, bu öz can ciyərinə rəhm eləməyib, sənə hardan rəhm eləyəcək axı bu? Buyurur, Allahümmə inni əs'əlukəl əman. Yevmə yu'rafunəl mucrimun bisimâihim. Allah qorxuram o gündən, mərdimi qiyafəsi ilə tanıyacaqlar. Bəyə bundan da bir ayrı qiyafəyə biz düşəcəyik. Deyir, bəli, bu dünyada xəlafkarlar, müminlərdən xoşgültər dolanırlar. Xoş tiplərdirlər, qaşa yetişib, başa yetişib, tühləri hamısını göbə yolluyum. Qaşı bir modelə salıb, biləzlik salıb, cavan oğlandır, üzük salıb, quşvarə salıb, nəqəb başına bir çadır öd, yolla ər övünə, də heç də qalmayıb, hər nəmənə mücəhəzdir. Deyir, bunlar müminlərdən də xoşgültərdir da, mümin bir nəvanda səqqəl basıb, xıddən, axıracaq bağlayıb. Amma qiyamətdə deyir, qiyafələr dönəcək. Məaz ibn Cəbəl sual elədi Peyğəmbərdən, ya Rasulallah, ağa Qur'anda bir ayə var, وَعِزَا نُفِخَ فِي السُّورِ فَتَعْدُونَ اَفْوَاجًا, zamanı ki sur İsrafil vırıldı, mərdüm dəstə-dəstə var idi, məhşər olacaqlar. Ya Resulallah, bu yan nəmə nə? Peyğəmbər dizlərini qucaqladı. Ağlayır ucadan, ya Resulallah, ben niyə ağlayırsan ağa? Həzrət budur, sən sözü ağlayıram, mən bir şey demədim, diyor, bu ayəni mənə tozih ver. Həzrət budur, mənim ümmətim neçə model var idi, məhşər olacaqlar. Bir də meymun şiklində. Bir də beşikli xuk, dovuz surətində. Yek etdi dəstopavur idi. Bir dənə diloqqad uzanıb, mərdin bulan dilin üstündə yol gedirlər. Bir dən qarnoq şişibdi, day taadul əldən gedib, baş üstə girir məhşərə. Ya Resulallah, bu məxuf heyvanat kimlərdirlər? Həzrət buyurdu, quruhi ki, məsələ meymun təşrif gətirəcəklər. Onlar soxançin, dobə həmzən, ara qarışdıran, hər nə mənə adın qoysan qoyda, şeytan fəhləsi, hər nə mənə deysəndir. Nə mənə buna, o özün bilirsin nə ad qoyarsan. Bunun sad ismi var, ölər. Birdən gör 2 nəfər yoldaş bir-birinə xoşdu, bunu bağrı çatdır. Bir cür gider olan cəmni ola vurar bir-birinə. Heyətləri salar bir-birinin canına. Məscidləri salar bir-birinin canına. Məddahları sarı bir-birinin canına, mallaları sarıbla bir-birinin canına. Həmin bu quruh soxançinlər. Buyurun, miyavne do kəs cəng çün atəş əst, soxançinə bədbəxt heyzum keşəst. Buyurdu, quruh ki, do be həmzəndilər, bula meymun şiklində gələcəklər. Bir iddələr beşəkli xuk, dovuz, 2 dənə heyvan, nəcisüleynidir. Yəni, dəryay Xəzərdə bunlar yuvasan ha, bunlar pahlanmazlar. Dur az məhzər və məclis, biri itdi, biri dovuz. İtin alveri də həramdır, saxlamağa da mağribdardır, pul verməyə də həramdır, qıbalında pul almağı da həramdır. 2 quruh itlər, o da burada olmaz, kətlər dolar. Çoban iti ilə nigəhban itlərin alverin eybi yoxdur. İndi ha bu Tehranda görsən bu pakut itlərdən birin yarı bəziyib zırzıngıra olan qeyrətli pişik onları boğar. Xudavəçili adam ürəkdən ona bir yumraq vursa ilə orada canı çıxar. Bilmirəm, şerdi, pələhdi, mını qurtdan qovacaq, oğrudan qovacaq, nə mənədə axı? Özü də elə basıb bağrına, hazam, bu cür demə deyirsən Allah. Həftədə biz bunu 2 yeri döhdür aparırıq.
Bunun məxsus şampuları var. Bunun məxsus daraqları var. O gün Tasuay İmam Hüseyndə gedirdim Risalətdə mənbərə gördüm durası bir nəfər küçük satır xiyavan qıranda. Yedim ay sənin başıva daş salım şiə balası durub bir it balası zatır. Elə basır bağına deyəsən dədön ölür onu bir qucaqla gedir. Deyir bilmirsən aca 14 milyon puludur İngilisdən gəlib şinasnamədardır. Deyirəm andı bət gəlir yola qiyamətdədir inşallah onunla məhşur olasan. İkinci heyvanı nəcisinin dovuzdur. İndi bax mahvarələrdə həmlə eləyiblər bizim üstümüzə müsəlmanlar. İslam niyə qoymur dovuz ətin mərdum yələ? Belə xoşməzə. Xaricilər hamısı Avropalılar yeyirlər. Lopaşunam qolendaqdır. Heç biri məhriz də olmurlar. Deyir baba İslam deyib 1400 il bundan qabaq bu laməssəbin ətinin içində bir cür kerimilər var. Bir cür mikroblar pişməklə ölməzlər. Hər kəs bunlar yesə məhriz olar. Deyir baba bizim də danışməndilər bu nəticəyə çatıblar. Hər quşdur abadəmay besyar bala. Pişirəsən ya badəmay besyar payın muncəmid eləyəsən mikrobu qalmaz ölər. Biz də deyirik səlləm neyb eləməz. Hələ bizim bədbəxtçiliyimiz budur. Buradan duruqcan basırıq Taylandədə doğuz əti yeməyə. Hələ onu da bu tabınan gəlik tərifləyirik mərdümə. Bilmirsən ki filan. Elə doğuz əti yedik. Belə diskova getdik. Belə qələt dartdıq. Bu da belə ah çək. Yaranəni bir yerdə verseydilə mən də bir gedərdim. Deyir dadaş yaranı işdən bir litr əftiyi də görməzələ bir ilün. Hələ gəlib pozum verir də babadan mındar yeməyin belə poz verməyə var mən ölüyüm. Baba aşqal yeməyin bir poz verməyə baba adam getsə bir deyə getdim Kərbəlada bir ay tamam namazı cəmaatdadan cin adam kilası var. Yo getdik doğuz əti yedik. Deyir ağa niye İslam deyir doğuz ətin yemə? O nə mikrobuna görə? Yox. Adam indi görür mikroba görə peyğəmbər buyurub. Hər nə mənən ki peyğəmbər buyurub dadaşmının səmtinə getmə bizə bir məsləhəti var. Ağa İslam deyir niyə müxalifi azadıdır? İslam niyə qoymur biz kefə baxaq? Qoymur məşrub içək, qoymur nemidinəm oynayaq. İttifaqən İslam dini azadi der çarçub İslam. Oynamaq rəqs. Rəqs mərd bər mərd haram است. Müştehidlərin baxın risaləsinə. Zən bər zən mورد دارد. Tənha yekca istisna şudur. Gör İslam nə gözəl bərnamə. Adamın öz xanımı özünü oynayır. Bizim xanımla bura bıçaq qoyasan biz oynamazlar. Bizim xanımlar bərəksi Qur'an əməl eləyirlər. Niyə kişilərin gözləri qalıb dağda bağda? Ya əvvəl fəs. Nə mənədə maşın? Ağa, bəli, bir dənə peyambazəl qanımız var, qulaq asın. Bir dənə perayd, 86 tey dəstidar 113. Başuza dönüm onu götürün qoyun fərəzat deyirək. Küçələr çox genəşlikdir. Dublə-sublə park eləyibsiz. Gördün tərəf ot vurdu maşına, səhət burada şuriş qalxar. Başuva dolandan onu cavab elə. Sələvat xətm buyurun. Yorulmayıbsınız. Xub xeyr, məddahlar da gəlib acayı rəhimi. Söhbət eləyək. Bacay Muhammediyyən var ha? Yaxdır. Pəs bir saatda qoy söhbət eləyək. Baba bekar malla müftə məçid isti. Hara gedəcək buradan yaxçıda? Valla. Mənim də qiyafımdan xoşuz gəlməsə əlizi qoyun gözünün üstünə başladım. Bizim xanımlar durust bərxəlafı ayatı Qur'an hərəkət eləyirlər. Əgər ərz elədim biz İslam deyən yol geçsə ya heç moğa xəlafa yemərik. İslam deyir xanım tamamı arayışı ödə öz ağıva. Nə qəd başarırsan arayış elə. Nə qəd gövçəh libasların var ödəcək ağıva. Bizimkilər harda pislikli libasları var övəcəyərlər. Kişi girir övə görür Allah bu libasdan kiminin zəhləsi gedər xanım ceyib. Hey gedir qabağında yana bu yana.
Belə bax, yuxum gəlir. Yalandan. Deyir, qoy lağəl yorğanı çəkin başıma, bunu görməyim. Şiddiyədiyəmi yandırdı. Görübsüz, babələ gedirsən bu rəvanşinasların yanına. Özü də bu rəvanşinaslar da tamam Quranın əleyhinə danışır. Belə aman daha ağlamalı yerə getməyəsən, ha, heyyətə zada çəşm. Şad yerlərə get, şad səhnələrə bax, şad filmlərə bax, ədə Roziyə də qulaq asma, ha, şova bax. Bir nəfər qoca kişidir, dedi, mən bir dənə qoca kişiyəm, ittifaqən onlara baxanda əfsurda oluram birazda. Dedim, necə? Deyir, vallahi onlara diqqətinlə baxıram, bir də qədirəm öz arvadıma baxıram, deyirəm, Allah, onlar arvadı, bu nə deyir axı? Şiddiyədəmi yandırıb ödə mənim, biraz da əfsurdeci tuturam. Kur'an deyir, bana deyir, doğuz əti yemeyin, niyə? Doğuzda, hala bir dələ donquz deyirlər, biz doğuz deyəndə deyirlər, acaba biz tanımırıq, o hansı heyvandır? Həmin xuk, həmin xuk. Deyir, həmin bu xuşda bir dənə adət-i munhəsir bir fərd var. Heç heyvanda yoxdur. Fəqət bu xuşda var. Ağa, heç heyvan bu cür deyil. Nə bəbr, nə pələng, nə şer, nə durasur it, nə qurd, heç biri. Fəqət bu xuk. Nə mənədir? Deyir, bu evi yıxılanın eşqi budur. Kef elər bu işdən. Dayana gendən baxa, o biri nərrərminin madəsi ilə cofgir eləyəndə. Kef elər bu işdən. İslam deyir, balamın ətin yemaha və qeyrət olarsan. Avropalılar hansında qeyrəti namus var. Lütəbbə götürüb dəryan qırağında atılır oyan bir yana. Deyir, nə qədər başarısız baxın, bu da bizim xanımdır. Babadan nəyə, kim işləyir adam? Namusuna da, bəzi adamda doğrudan heyvanda cinə bir qeyrət var, nisbət bir cinsi müxalifi xanımısı. Bəzi adamda bir dənə xoruzcaq qeyrət yoxdur. Halamını danışmən ayrı modelindi. Vəli mən özüm kətdə görmüşəm. Görərdim bir dənə kət xoruzla, ha, nə bu əmirçə xoruzla özlər kimi bir qeyrətdir. O kət xoruzu atılardı duvara, qırmızı xoruzlardan. Baxır o biri xoruzun arvadı şahına. Xoruz əyətdə üzünü öldür. Atılır cövət düşür yerə ki, kişi o çıxıb oradan mənə baxır arvadı şahıma. Amma bəzi adamın xoruzcaq qeyrəti yoxdur. Qolun doluyub, arvadın qolunu elə bir qaçacaqdır. Elə sürüyür bir-birin. Xiyab qotma deyir, o sənindir. Sən əlindən alan yoxdur. Sən bilallah onu başın tükləmir. Cüz bir salih çəraxı. Şiiyə qeyrət lazımdır. Allah qeyrətlidir, qeyrətli adamdan da xoşu gələr. Əlinin şiəsində qeyrət namus olar qətən. Nə gecə bağdələr məsti, nə gündüzlər xumar olmaz. Şiə bir müqəddəs bir kələmədir. Şiə sərasər hədəf o himmət است. Şiə himayətgər hürriyyət است. شیعه ز پا تا به سرش عزت است. شیعه نماینده یک ملت است. شیعه بی ریشه فقط نکبت است. مرگ بر آن شیعه که بی غیرت است. شیعه نه در بند لباس شب است. شیعه محبوب علی زینب است. Bu günlərdə məclis-i Yəzididə durdu, buyurdu, mübahat eyləmə zalim bu əndazə zər-o zurə. Sənin cəddin özü ilə bağır lənət həml edib qurə. Bizim iclalə şamildir, bəli, çox ayə, çox surə. Baş əyməzsən kimin ümmül fəsadə qəhrəman Zeynəb. Şiə nə در بند لباس شب است. شیعه محبوب علی زینب است. شیعه حسین است که آزاده است. Şiə Hüseyn است ki sərdadə است. Buyurdu, yaralı başımda neyzələrdə gəzsə, mən Yəzidin müqabilində başımı əymərəm. Bu Əbi Abdillahdır da, ürəklərimizə ot vurubdur. Bu Əbi Abdillahdır, başı mənzil be mənzil gəzdi. Mənzil be mənzil. Ravi deyir şeyinin balaların Kufədən aparıq Şamə tərəf. Yaralı başlarda neyzədə Ömər Sədin qoşunu bir tərəfdə. Hüseynin o yorgun balaları da bir tərəfdə. Gecənin aləmi düşdük bir yerdə şam yeməyi. Əzbəs bu balalar yorgunudular. Şam yeyib yeməyən başın qoydu balışa yatdı. Zeynəbin ürəyində Hüseynin dağı yuxladı. Ümmü Kulsum ürəyində Əbəlfəz dağı yuxladı. Leyla ürəyində Əli Əkbər dağı yuxladı. Rubabi də çox sütəmər balasını çağırdı. O da yuxladı. Deyir, gördüm Hüseynin qızlarının içində bir dənə uşağın yuxusu gəlmir. Xuda şahiddir. Adam görəsən
Məsələn o adamlar ki, öləndə qız uşaqlar var, ola qəşəm, yat belə dərk elələr, bax. Görəsən adam 5-6 gün öydən çıxıb çölə, kilidə salacaq qapıya ya iPhone-u vuracaq, qız uşağı, vay babayı umə, qaçır girir adamın qucağına, day adamın qucağından çıxmır. İmam Hüseyin de balaca qızını deyir, gördüm yuxusu gəlmir. Babanın da yaralı başı bir uca neyzənin üstündə. Dedim Allah görəsən bu qız acıdır, yuxusu gəlmir. Allah bu qız susuzdur, bunun yuxusu gəlmir. Dedim hətmən bunun əyaqları qabar olub, əzbəs bu çöllərdə qaçıb. Uşağın yuxusu gəlmir. Fikrim bu uşaqdadır, görəm bu uşaq nə qərir, niyə bunun yuxusu gəlmir? Deyir elə ki, mütməin oldu, hamı yatdılar, yavaşca gördüm barmaqları üstə yoldaşlarından ayrıldı. Allah heç bir üzüm balaları yetim eləməsin. Allah onların ki, balaları yetim olublar, babaları əllərindən gedib, Allah onlara da səbr inayət eləsin. Gördüm gəldi, dayandı yaralı başın müqabilində, əlin qoydu sinəsinə, babasına bir salam verdi. Əssalamu əleyk ya əbəta. Sonra əllərin qoydu rüyənin başına, neyzədə bir dolandı babanın o yaralı başının dövrəsinə. Qız uşaq adamı görəndə neynər babasını? Deyər baba, kaş sənin üzündən mən bir öpeydim. Deyir, baxdı, dedi baba, elə gölüm istəyir. Bu quruyan dodaqlarımı qoyam o qana bələşmiş dodaqları. Amma heyf ola baba, mənim boyum alçaqdır, neyzə də çox ucadadır. Əlim çatmır, deyir, gördüm neyzə əyildi. Yaralı baş gəldi bu uşağın müqabilinə. Ahistə balaca əlləri ilə qanını başı tutdu. Dodaqların qoydu babanın o qana bələşmiş dodaqlarına. Dedi baba, sən fəqət bir nəzər eylə gör otağım haradır. Baba, öpərəm mən səni, sən öpbə dodağın yaradır. Baba, çox vurubla səni ey kaş, daxı vurmayala, bilələ aləmə sərvərdi bu baş vurmayala. Baba, xeyzəran bəsdir, əqəllən sənə daş vurmayala. Sonra dedi baba, məndən danışmısan, qız yetim olsam əgər gölünü almazla baba. Dərdiməndi qapıdan boş yola salmazla baba. Baba, mən sənin o nazdanə balıvam. Sonra dedi baba, mən səni danışdırıram baba. Baba, nə rübabə görə, nə itrəti tahaya görə, nə bibim Zeynəbə xatir, nə də Leylaya görə. Baba, yüzümü qoy yüzümə Həzrəti Zəhraya görə. Nə rübabə göraya, nə itrət tahaya görə, nə bibim Zeynəbə xatir, nə də Leylaya görə. Baba, yüzümü qoy yüzümə Həzrəti Zəhraya görə. Hər yerdə sən uca ya Hüseyin.